Yaşad Fonunun təşkilatçılığı ilə 5-ci dəfə hədiyyə karvanı layihəsi reallaşdırılır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə keçirilən layihə Nexol Holdingin, Normun və Bakselin tərəfdaşlığı ilə baş tutur. Layihə çərçivəsində şəhidlərimizin 14 yaşına dək olan övladlarına hədiyyə qutusu bilavasitə çatdırılır. Ümumilikdə ölkəmizin bütün regionlarından 995 şəhidimizin 1676 övladını əhatə edəcək. Layihənin dəstəkçiləri Abşeron Logistika Mərkəzi, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası Məhdud Məsuliyyətli Cəmiyyətdir. Reallaşdırılan təşəbbüsün məqsədi uşaqlara sevinç bəxş etmək və hərtərəfli inkişaflarını dəstəkləməkdir.